Salam. Salam. Necəsən? Deyəm bunu düzəldək. Yaxşıyam, siz necəsiz? Sizin əyniniz uyğun olsun. Bir dəqiqə. Müntəzir, ay müntəzir. Canan yansın, ay müntəzir. Hə, ay Sevic, necəsən? Yaxşıyam, sən necəsən? Yaxşı. Kefin əhvalın. Yaxşıdır. Neçə vaxt yayım? Örgənmisiniz oyunu. Axırıncı oyun yadlarından çıxıb edir örgənmisiniz oyunu. Abla niyə belə eləyir ki? Axırıncı oyun yadlarımızdan çıxıb. Neçə oyundur? Sən neçə oyun sarı torpağa döndəririk biz? Bir saniyə, bir dənə bəzi ayarlamalar var. Olay deyim, yayım neçə vaxt açmıram. İnşallah mən buna təlif haqları davası açsam nə olar? Kontent oğurluğu davası açsam nə olar? Nəylə bağlı? Ay yoldaş, o mikrofonu uzaq tut ora. Nəylə bağlı? Nə varsan sən? Nəylə bağlı? Neçə oyun oynayacaq? Neçə oyun oynayacaq? Oyun sayındına. Səbirli ol, yayım bir 2 dəqiqə davam eləsin, oyuna başlayarıq, onda qərar verir. Yo, bizim işimiz gücümüz var. Yayımı indi açmışam, yayımı indi açmışam. Bu arada efirindən hamını salamlayırım. Biz də sənin efirindəki olanları salamlayırıq. Əsən işlər olsun deyirik. Biz ancaq salam aleykum deyirik, biz əsənliklər demirik. Salam aleykum salam. Debat, hamı debat yazır. Azərbaycanlı və türk olmadığınıza görə ola bilər. Neçə oyun? Onda sənin Azərbaycanda yaşayan 10 milyon əhalinin heç bir Azərbaycanlı deyil də, hamısı ərəbdir. Sən yaxşısan, salamatçılıqdır. Öz dilindən utanırsan. Ölkə prezidenti öz dilindən utanır. Yox. Ölkə prezidenti niyə salam verir bə? Hamıya salam aleykum, salam. Dəxillər ki, biz əsənliklər deyəndə bir problem Mən olur. ölkə prezidentinin bir dəfə əsənliklər dediyin göstər bizə. Dəxillər ki, Göstər də ölkə qardaş. prezidenti müsəlmandır. Ölkə prezidenti müsəlmandır deyən cəmaət olmalıdır. Qardaş, mənə ölkə prezidenti türkdür. Özdə mikrofonu azalt. Ölkə prezidenti türkdür. Mikrofonun səsini azalt. Neçə oyun oynayırsan? Hə, ölkə prezidenti etnik olaraq türkdür. Bəs niyə görə onda salam deyir? Əgər salam vermə ölkə prezidentinin... Ölkə prezidenti salam deyir, eyni zamanda türkdür və ölkəmiz də türk dünyasının bir üzvüdür. Siz deyərsəniz də yeməsəniz də bu belədir. Əsənliklər niyə demir? Keyfinə bağlıdır. Vallahi içimizdə bir dənə yiyən var, o da sizsiz. İstədiyin qədər oynaya bilərik. 3 oyun, 2 oyun, 1 oyun fərq eləmir. İstəyin 3 oyun oynayaq. At. Bilirəm qorx. Kim qorxu? Hə, təbii. 3 oyun. Şot üçdəndir, şot. Şot 3-dəndir. Hə, başa düşdüm. Qulaq asi, bu səylə bizim debat söhbətimiz uzandı. 5 elə yayımı indi qoşulmuşuq. Gəl debat eləyək indi. Mövzu təyini. Spontane. Nədir? Sən təyin elə. Sən nədən istəyirsən danışaq? Mən nədən istəyirəm danışaq? Bəli, nədən ürək istəyir danışaq? Danışaq da. Tamam, buyur. Spontane. Nə istəyirsən? Grossi, təşəkkürlər. Mən bu günlər, bu arada üzr istəyirəm. Bir videon çıxdı bu gün qabağıma. Bir qardaşla danışırsan. Daha doğrusu video yox, canlı. Bayaqlarım deyəsən danışırdın. Adı nədir onun yadımdan çıxıb. Dedi ki, mən cəmiyyətdə rasionalizmə dəvət edirəm. Hə. Rasionalizm nədir? Yəni dəvət etdiyim bu Məntiqli fikir yürütmək. Rasionalizm məntiqli fikir yürütməkdir. Rasional nə deməkdir bilmirsən sən? Rasional bilirəm. Rasionalizm nədir? Bax dəvət edirsən rasionalizmə. Rasionalizm nədir? Rasionalizm məntiqli fikir yürütmək. Dedim axı. Bu harda yazılıb bilmək istəyir. Rasionalizm məntiqli fikir. Qabağında kompüter yoxdur, sən gir bax da. Var, gəl baxaq da. Rasionalizm. Bu cür dəvət olması Mahnısını qoşun. biliyin, idrakin və həqiqətin yeganə mənbəyinin və meyarı kimi ağlı qəbul edən fəlsəfi cərəyandır. Öyle. Siz belə qəbul edirsiniz? Hə. Niyə yalan danışırsınız? Başladı yenə. Niyə yalan danışırsınız? Bunun ateizmdən nə aidiyyəti var? Mən bunu izah elədim. Bax, ateizmə görə materiya və s. empirik təməlləndirmə və s. Rasionalizmlə bunun nə dəxlisi var? Ateizm rasional çərçivədə dəlillendirməni hardan çəkir?
rasional dəlillendirmə edir. Rasional dəlillendirmə, yəni ağılla dəlillendirmə edir, razıyam. Amma sənin mövqeyin bu deyil axı. Adam mən ateistəm deyirsə, məsələn bir nəfər çıxır sənin ancaq Allah barədə heç bir fikir sahibi olmadığın mənasını verə bilər. Yəni ağıllı bir insan Allah nədir Sabitdir deməz. ki, Allah tərifi. Bax Allah tərifi sabitdir. Allah tərifi əlbəttə ki, sabitdir. Ancaq kimə görə? Xristianlarda başqadır, sizdə başqadır. Xristianlarda Allah, bax yaradıcı tərifi var, yaradıcı demək. Xristianlar yaradıcı deyil. Nədir ki yaradıcı? Yaradıcı deyil xristianlar. Yaradıcı nədir ki? Bax, yaradıcı nədir demək, yaradıcı... Bu sən ümumiyyətlə bu sualları necə verirsən, mən harayla verirsən, belə bilmirəm. Adam deyir, yaradıcı nədir ki? Bax, yaradıcı... Sənin və sənin timsalında olan bacarıqsızlara veriləcək ideal suallar da, bunlar nə mənada bacarıqsızlara? Bu xətrvə zadı deyməsin. Dil fəlsəfəsi deyə bir kateqoriyanın olduğundan xəbərdar olmayan yoldaşlara deyirəm, yəni. Seviş, dil fəlsəfəsi ilə bağlı bizə oxuduğun ən son kitabın adını da. İndi deyirəm sizə. Dil fəlsəfəsi... Suala cavab verə bilirsən, verəmirsən. Dil fəlsəfəsinin banisi kimdir? Mən Wittgenstein oxuyuram. Və bizə dil fəlsəfəsi ilə bağlı kateqoriya xətası edirsən, deyirsən, hə? Yox, nə kateqoriya xətasını yalan. Bizim cəmiyyətimizdə, sən incə az öncə dedin. Bizim cəmiyyətimizdə ən böyük problem budur uşaqlar. Ateistlərin 90%-i özlərini yersiz çox ağıllı hesab edirlər. Qardaş, belə deyil. Yəni fərqli terminlərlə danışmaq səni çox da ağıllı eləmir. Sən hansısa müsəlmanla danışanda, hansısa bir müsəlman sənə öz sahəsinə uyğun sual versə, sən də bilmədiyin terminlərdən istifadə eləsə, bunun sənə nə dəxli? Məsələn, sən adam da deyə bilərsən ki, qardaş, bunu mən niyə belə deyirsən ki? Mən sənə desəm ki, misal üçün, mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsini zəruri varlığı zəruri edir. Əgər zəruri varlıq yoxdursa, mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsini. Hə də yaxşı, əzbərlədik. Səsi var zat birincisi, ki, balans pozulmasın. Səsim... Çox yüksəkdir səsin. Birincisi... Yox, öz səsi, mikrofonun koduna zat verir. Yaxşıdır. Biraz qaldır. Azca qaldır. İsbatı nədir ki bu şeylərin? Danışırsan, elə. Yaradıcı deyənin nə Səs necə gəlir? Səs necə gəlir? Normaldır, normaldır. Bax, yaradıcı deyəndə hər şeyi yaradan, yəni ən başda nəzərdə tutulan, ümumiyyətlə mövcud olan hər bir şey ki var, mümkün varlıq kateqoriyasına daxil olan nə varsa, bunların yaradıcısı... Mümkün varlığın mümkün olduğunu nə ilə dəyərləndirirsən, belə soruşmaq ayıb olmasın? Onun olmama ehtimalını nəzərə alaraq dəyərləndirəm. Misal üçün, sən varsan, sən olmaya da bilərsən. Əgər sənin olmama ehtimalın varsa, bu sənin mümkün varlıq edir. Yəni, onun olması ilə olmaması eyni dərəcədədir. Aha, sonra? Bu, bunu mümkün varlıq edir. Mən də deyirəm ki, mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsi zəruri varlığı zəruridir. Əgər zəruri varlıq yoxdursa, o zaman mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsinin təməli nədir? İzah elə. Varlıq dediyin şey varlıq eləməyə icazəsini sən kim verir? Jekin müdürü. Məsələn, sən məndən varlıq deyil, sən sual verirəm, sən nədən? Mən sənə deyirəm ki, mümkün varlığı mümkün edən. Sakinə beşdim. Xeyr ola sən varlıq elan edirsən. Tamam, eləmirəm, yaxşı. Varlıq deyil, mən demirəm varlıqdır. X olsun, X denəm buna, varlıq deməm. X nə? X-dir, hələ ki məlum deyil də, yəni X-dir. X nə? Tamam, bax, X də demə, yoxdur, okey, razıyam. Mümkün varlıq var da, amma düz. Mümkün varlıq deyəndə nəyi nəzərdə tutursan? Az öncə izah eləmişdim, yəni oyunun bir 30 saniyəsində izah eləmişdim. Təkrar eləyim. Adam bilmir mümkün varlıq nədir. Bax, mümkün varlığı mümkün varlıq budur ki, onun olmama ehtimalı ilə olma ehtimalı eynidir. Səbirli ol. Bizə dəqiqə. Sən varlıq deyəndə varlığın analitik kriterlərini qarşılaya bilmirsən, xeyr ola. Varlıq deyəndə varlığın analitik kriterlərini qarşılaya bilmirəm. Belə dedin də, hə? Yəni sən misal üçün öz varlığını isbat et desəm, mənim varlıq, məsələn mən desəm ki, müntəzir var, bunun varlığını təsdiq edən bir çox şeylər var. Misal üçün sənin epistemik xətt var da. Bax, qulaq az. Epistemoloji xətt var da, epistemoloji. Okey də mümkün varlığı isbat edən epistemik xəttdir. Mümkün varlığı demirəm, zəruri şeyə varlıq deməyin hansı analitik? Zəruri demirəm, mən. Zəruridən danışmadım ki, mümkün varlıq var. Mümkün varlıq deyəndə nəyə nəzərdə tutursan? Epistemik olaraq isbat etdiyin mümkün varlığı. Hə, var. Okey, mən də deyirəm ki, mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsini izah et. Bu necə mümkün oldu? Hər şeyin təməlinə qayıtdıqda onun olmama ehtimalı da var idi. Yəni, iş başa qayıtdıq. Hə, var idi.
Tamam. Var idi. O zaman bu necə mövcud oldu? Olma ihtimali da var idi. Olma ihtimali, Olma ihtimali olmama da var ihtimali idi. eynidir. Əhsən. Əgər olma ihtimali ilə olmama ihtimali eynidirsə, sənə iki ehtimal içindən zəruri varlıq niyə çıxartırsan ki? Zəruri varlıq çıxartmıram. Mən mümkün varlıq necə mümkün oldu dedim. Mən sənə bunu soruşuram. Mən zəruri varlıqdan danışmıram. Mənə mümkün varlıq necə mümkün olub izah elə. Fizikanı bilmirsə, fiziki proseslər, Big Qardaş, Bang, danış, izah kvantı. elə. Kvant bir dəqiqə. Kvantla Big Bang-i qarışdırma. Big Bang özü mümkündür. Yəni bu olmaya da bilərdi sizə görə. Mən də deyirəm ki, aləmi qatırsan bir-birini. Bax, konkret cavab istəyirəm. Ay yoldaş, Hə, ay yoldaş. buyur. Deyirəm ki, bax, birincisi məcburdur ölsən, belə dandım girməyə söhbətə. İdrak elə, sonra cavab ver. İdrak eləyim, idrak eləyim. Hətta verdim Bu söhbət. nə danışırıq? Birincisi. Sən mümkün varlığı mümkün eləyən səbəbləri ikidən eləyirsən. Mən səbəb demirəm. Həm ola da bilər, həm olmaya da bilər. Bax, Bu ehtimalı götürürsən. Bu mümkün eləyən səbəb deyil, ay dost. Bunu mən demirəm. Nə bacarıqsın? Bax, bu günləri empirik təməlləndirməklə mümkün varlıq ola da bilərdi, olmaya da bilərdi. Düzdür, eyni də olub olmaması. Ola da bilərdi, olmaya da bilərdi. Aha. İki dənə seçimin var da sən, düzdür. Seçimim yox deyə bu mümkün varlığın kateqoriyasıdır. Bunu mümkün varlıq edən budur. Adam bilmir mümkün varlıq nədir kişi. Mən dəli olacağım. Sən cidden bilmirsən bu nədir? Nə biabırs adamsınız? Mən Ay yoldaş, deyirəm ki, bax, sordu deyirlər debat elə. dinlə bir dənə. Aha. Mümkün varlığın olub olmama ehtimalı iki dənədir. Hə, 2 dənədir. Hansılardır? O ola da bilərdi, olmaya da bilərdi. Hə, insana görə olub da, eləmi? Bütün dünyaya görə, epistemik xəttə görə olub. Tamam da, bax mən də deyirəm necə olub bu. Necəliyin alternativin nədir sənin? Mənim Biyologiyanı bəyənmirsən, molekulyar biyologiyanı bəyənmirsən. Arkadaş sen de dersen biyolojiya, moleküler biyolojiya nə deyirsənsə de, bunlar onun necəliyini, necə təməldə necəliyini izah etmir. Sən Ay qaqaş, birincisi sən var olan hər şeyi kainatla daxil olmaqla Tanrı tərəfindən, X bir şey tərəfindən yaradıldığını iddia edirsən, eləmirsən. mən iddia sahibi deyiləm. Mən sual verirəm. Sualıma cavab istəyirəm. Sual budur, qardaş. Sualı verdim ki, təməldə, bax ən başlanğıc var, başlanğıc. Nəyin başlanğıcı? Bir bəşəriyyətdə məxluqatın başlanğıcı var, yoxdur. Bəşəriyyətin hamısı məxluqatdır. Bəli də yaradılmış deməkdir məxluq. Adam onu da bilmir. Ay qardaş, tam məxluq. Yaradılmış deməkdir. Bəli. Nə yaratdı, kim yaratdı? Bax, yaradılmış mənə görə təbiri budur. Sənə görə yaranmış deyək də, mövcud olmuş deyək. Tamam, ən başda. Bir başlanğıc var, yoxdur. Big Bang var. Okey, bu Big Bang necə baş verir? Hə. Press sualının cavabı onun öncəsi. Kainatın genişlənməsidir. Of, Nədən öncəsi? sıxılıram Allah haqqı. Nədən öncəsi? Bax, başlanğıc dediyin şey Big Bang-dirsə. Big Bang-lə, zamanla məkan, Big Bang-lə başlayıbsa zaman və məkan, Big Bang-dən öncəsi deyə bir termin ola bilər. Zaman Big Bang-lə başlayır. Zaman və məkan nə ilə başlayır? Hazırki görüş, ən yaxşı görüş budur ki, zaman məkana tabi olduğu üçün, məkan dediyimiz maddədən asılı olduğu üçün, maddə də Big Bang-dən sonra mövcud olur. Yəni elmi tərifi budur. Sən biraz dahiliyanə dedin, biraz set zəifdir. Ona görə biraz anlamadım. Yəni mən sualıma qayda, xahiş edirəm. Bax, mən deyirəm ki, Big Bang olsun. Deyirəm ki, belə bir sualı verə bilərsən məntiqi olaraq. Big Bang-dən bir də üzr istəyirəm. Bax, məntiqi olaraq Big Bang-dən öncəsini soruşmuram. Sən anlamamısan. Hələ də adam başa düşməyib. Mən deyirəm ki, mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsi olmama ehtimalı ola necə var oldu? İzah et. Olma ehtimalı ola necə olmasın bəs? Sən xəstəsən, Tamam da bu, ay qardaş, 50-50. İki ehtimalı özün verirsən. 50-50 etsə niyə o bir səlliyin görməzdən gəlirsən? Bax, mən zaten olub, mən olduğu üçün də bunun müzakirəsini edirik ki, necə oldu ki bu oldu da? Elə də. Tamam da necə oldu bu oldu? Necə oldu? Necəliyini fizika verir də zaten. Misal, ben bir fizikada misal çək də, necə, izah et. Fizika nə? Big Bang demirəm. Big Bang nə danışsan sən? Big Bang'in özü deyirəm necə olub. Adam deyir Big Bang. Big Bang okey, səni, məni, dünyanı, galaktikaları, yeri, göyü okey, razılaşdım. Big Bang'in özü necə olub? Ay insan. Sevinir, tamam bir dəqiqə. Mənə bax, nədir Big Bang tam olaraq açıqlaması, sevinirəm. tərifi? Ayda, böyük patlama. Zəhmət olmasın. Tam olaraq necə oldu?
Nədir yəni, nədir? Big Bang dediyin şey nədir? Mən bunu adamdan soruşam, ay mən bunu səndən soruşam, elə? Ay qardaş, bilmədiyin mövzu haqqında fikir bildirirsən. Başladı ne? Alternativlər iki dənədir. Neden cevabım yoktu? Senin bilmiyorum da. Bax, qulaq as. Adamın cevabı yoktu. Mədəniyyətini öyrənəcəksə başa düşdün. Balığı yatıb soxursan bura. Mümkün eləyən varlığı, mümkün varlığı mümkün eləyən səbəblər silsiləsi 2 dənədir. Ola da bilərdi, olmaya da bilərdi. Yok, bu onun mümkün. Səbəbsiz ola bilərdi. Arkadaş, bu onun... Səbəbsiz ola bilərdi. Cavab veririm. Səbəbsiz, özün demirsən bunu. Səbəbsiz ola bilərdi. Ay, cavab verirəm də deyən də. Deyirəm ki, bu onu var edən səbəb deyil, dostum. Sən cümlədə ağzıma gələn danışırsan. Mümkün varlığın özünü mümkün eden budur ki, bak... Anlamayan adamdan gəliz məsələdir. Bir varlıq niye mümkün varlıqdır? Ay qardaş, siz niye bu fəlsəfəni gedib oxumursunuz? Ay yoldaş, mən fəlsəfə oxuyanda sən fəlsəfənin fısını bilmirdin. Adam mənə... Ay qışqırma. Bu ne danışır kişi? Qışqırma, birincisi qışqırma. Uşaqla bir-birdir. Diskusiya quruqsa... Bir-birdir. Hayda. Sevirsənlə bir-birdir deyirəm. Yox, bilmirəm. Deyən yazsınlar. Ha, bir-birdir. Hər şey danış. Ehtimal 2 dənədir, bir dənədir. Hazırki durum üçün ehtimal bir dənə olub. Bu şey onun ehtimalı indən sonraki kateqoriyaya daxil deyil. Niyə daxil deyil? Hansı kateqoriya? Var olmama ehtimalı yoxdur artıq. Niyə? Çünki artıq Nəyin var olmama ehtimalı? mümkün varlığında söhbətin elədiyimiz mümkün varlıq. Qışqırma dedim də sən, bir hörmətin olsun. O gördük, mən qışqırmıram. Birincisi hörmətim sənə deyirsənsə var. Sənə hamıya var. Mən heç hörmətim olmayan adam yox. Ay bir yavaş tonla saxla. Deyirəm ki, mümkün varlıq var hal-hazırda. Bizim səs tonumuza reqlovka vermədən xahiş edirəm. Biz mümkün varlıq var, bəli. Başa düşməsən, hörmətsizliyi bildirlətdirməliyəm məhkəməsə. Xoş deyil, səsim bağlı. Mənim səs tonum yüksək olmağının səbəbi mikrofonumun yaxın olmağıdır. Mən qışqırmıram, normal. Uzaq tut da, ya da səsin azalt. Səsin çoxdur da. Azalt da. Sənin də səsin çox gəlir. Hə, azaldıram mən. Azalt. Hə, indi dinənmə. İndi sabit olmalı. Bu, var olan. İndi necə gəlir? Qışqırsan artacaq, biraz səsi kontrol də özündə. Özümdən mənə qlovka yox, mikrofondan sonra. Pis gəlir. Özündə də kontrol etməlisən. Yaxşıdır indi. Bax, hələ ki, qışqırmasana. Bax, var olan kainatın səbəbi sənə görə nədir? Mənə görə burada ortada bax, məsələ ən böyük problem budur ki, mənə görə bir səbəb var, amma sizə görə səbəb yoxdur. Anladın? Yəni bizə görə səbəb yoxdur, sənə görə var. Sənə görə olan səbəbin müdafiəsi sənin üstündə deyil. Bax, mən səbəbi qoydum qıraqada, sənin mövqeyinə görə mənim səbəbim xətalıdır, razıyam. Nədir mənim mövqeyim? Allah yoxdur, yaradıcı yoxdur, səbəb yoxdur. Düz? Yaradıcı deyəndən nəyi nəzərdə tutursan, niyə təyinat vermirsən sən? Bax, mən, tamam, sən ateist, deyirsən ki, yaradıcı yoxdur, razıyam, qoyduq qırağa, sual. Hansı yaradıcı yoxdur? Fərq etməz də sənə görə bütün yaradıcılar yoxdur, düz? Sən Allahın da yoxdur. Sənə görə bəli də, var sənə görə. Qəbul edirsən mənə görə Allahın olmadığını. Sənə görə yoxdur da zaten, sən deyirsən yoxdur. İndi sual. Birinci sinif söhbət eləmirik də sual verirəm indi ki, yaxşı, sənə görə də yox. Birinci sinif söhbətindən getmir. Sənə görə mikrofonun səsini açacaq. Mikrofon səsini açacaq. İndi necə gəlir? Zəhmət olmasın. İndi necə gəlir? Hə, indi normaldır. Qışqırmasan normaldır. Okay, Gör nə deyirəm, gözəl bir dəqiqə ya. Bir-birimizi anlayaraq, dinləyərək. Gözlə, bax, tamam. Mən sənə görə heç bir yaradıcı yoxdur, razıyam. Sənə görə heç bir yaradıcı yoxdur, razıyam. Sual. Ümumiyyətlə səbəb yoxdursa, mümkün varlığı, mümkün edən, mümkün səbəblər silsiləsi necə mövcud oldu? Dövrü Big Bang modeli varmı? Var. İzah et də. Çoxlu kainat modeli varmı? Var. Bax, nə izah edir? Sən əgər istəyirsənsə ki, cəmiyyət düşünsün, əgər istəyirsənsə ki, cəmiyyət yaradıcı konsepsiyasına psixoloji olaraq inanmasın, elmdən və s. faydalansın və s. ki, ateizm mövzusu bu deyil. İzah et də bunu, bizə izah et, bilmək. Ateizm mövzusu deyil, nə deməkdir ki? Ateizm mövzusu deyil, ateizm nədən mövzusu? Nədir ki? Ateizm mövzusu sadəcə Allah yoxdur, metafizika. İstənilən şeyə istinad edə bilərəm, mən ona demək. Eləyə bilərsən, problem yoxdur. Yəni ona görə də biz pedofiliyə istinad edirik deyirik də, biz nə deyirik ki? Kimdir ki pedofiliyə istinad edən? Yox, ateist bir adam istinad eləyə bilər. Nə sorun var ki? Sən yox, sənə demirəm. Başa düşmə, ateist bir adam məsələ eləyə bilir şu. İstədiyini demədin, istədiyi şeyi istinad eləyə bilər.
İstədiyi şey istinad edə bilər. Bu ateistin şəxsinə bağlı ola da bilər. Əxlaqlı olduğu anlamına gəlir. Ay sağ ol. Şəxsə bağlı olduğuna görə deyil. Mən əxlaqlı olmadığı anlamına gəlir. Nətər olur ki, bir topa şişə Əxlaqlı olmadığı anlamına gəlir. Cavab verək, mana vurursun. Mənə görə əxlaqsız da, mənə görə pedofiliya. Sənə görə pedofiliya əxlaqsızlıq deyil, xəstəlikdir, düzündür. Sənə görə bioloji olaraq xəstəlik ola bilər, amma mən Azərbaycanlı olduğum reallığını dəyişdirmir. Bildimi? Ona görə də süd bacı qardaş evliliyinə pis baxırsan. Ponyo. Başa gör nə deyirəm? Onda belə başa düşdüm ki, Məhəmməd Peyğəmbərin xəstə idi. Məhəmməd Peyğəmbər pedofildir demək istəyirsən? Yox, xəstə idi, deyildi. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmin heç bir xəstəliyi yox idi. 1. 2. Pedofildir demək istəyirsən? Sual ver. 6 yaşında birini almaq nə deməkdir? 6 yaşında biri aldığını isbat elə. Səhih Buxari. İspat et, onu aç, hədisi qoy, ərəb dilində mətnini təhlil et, ispat et. Ərəbcə oxuyacaqsan. 6 rəqəmini orada göstər. Gör orada 6 rəqəmi mi gəlir, yoxsa hər hansı bir qadının müəyyən yaş həddirəmişsin. Qışqırma. Tonum aşağı. Sən mənim tonuma riqlovka vermə də qəş. Mən bunu bir də desən, mən mikrofonu sənə bağlayacağam. Xahiş edirəm. Mən səsimə riqlovka. Vecim olmaz sorunu. Vecim olmaz. Xoş və deyil, onda sən də bağla da, qardaş. Mən səs tonum tembirim. Ay insan, sənə bu mədəniyyət veriblərsə, iki insan diyaloq edəndə bir-birinə qışqırmamalıdır. Başa düşürsən? Sualdır bu. Mədəniyyət veriblərsə. Deyirəm, veriblərsə qışqırmamalısan. Görsən qışqırmıram. Normal şəkildə sənə diskus yaparım. Sən qışqırmırsan? Yox. Neyse. Gəl. Al. Hara getdi o? Can götüreyim mərkəzə. Oxu. Ay qardaş, 6 yaşdan nişanlanma. Qoy ekrana ərəb dilində mətnini və orada o hədisin təhlilini, xahiş edirəm, ravilərini, istinad etdiyi mənbələri, detallı, təfsilatlı bizə danışaq. Al ekranda. Böyük ekrana. Görünmür işin orada. Ərəbcəsini oynayıram. Sən ərəbcə bilirdin də. Mənbə gətirən tərəf öz istinadlarını təqdim etməlidir. Mən ərəbcə bilsəm belə... Mən ərəbcə bilmirəm. Ərəbcəsi yanındadır. Ərəbcəsi. İngilizcəsi də yanındadır. Bu ekrana qoyduğun hədisin Buxarədəki həmən hədis olduğunu necə ispat edə bilərsən kitabın özündə olduğunu? Keçən dəfə ispat elədim axı bunu. Sən bu hədis barədə danışmamısan məndən. Eyni hədis barədə danışmışıq. 51-34. Sən də dedin 5134. Sən bu hədis barədə mənlə danışmamısan. Sənin danışdığın süd əzdirmək söhbəti idi. Kişi, o Səhih Buxarıda deyil, Səhih Müslimdədir. Xəta eləmə. Zaten onu gətirmişdin. Close. Mən bu 5134 deyəndə sən də düzəltmişdin ki 5130. Mən 5134 deyəndə sən də demişdin ki 5134 əslində. Sən bu hədis barədə danışmadın. Gətirdin ki bax süni intellekt. Bu hədislə bağlı danışılıb. Bəli, ekrana da qoy, başa göstərmişdim. Mən də deyim. Ərəbcəsi ordadır. Xahiş edirəm. Ekrana qoyduğun hədisin kitabın özü, əlimizdə bir kitab var da bu cür Sahih Buxari. Bu kitabın özündə olduğunu isbat et. O kitabdakı bu ekranda yazı ilə eyni şey olduğunu biz isbat. Var əlində kitab. Kitab əlindədir. Mənbə gətirən sənsən. Buyur. Mənbə burada əs-sünnə.com-dur. Bütün dünyanın qəbul etdiyi əhl-i-sünnə qaynaqlarıdır. Bütün dünyanın qəbul etdiyi əhl-i-sünnə. Mən qardaş xahiş edirəm, gətir mənbəni qoy ekrana. Bizə kitab. Mənbə ekrandadır. Aç kitabdan da göstər. Mənbə ekrandadır. Mənbə ekrandadır. Ən böyük problemimiz də budur. Siz düzəlmədiniz də. Mənbə ekrandadır. Tamam da deyirəm. Yoxmursan. Deyirəm ki, bax ekrana qoyduğun şeyin bu günlərim Sahih Buxaridə kitabda gələn o həmin hədis olduğunu isbat et. Xahiş edirəm sən. Yayınıma adam qoşa bilirsən. Yayınıma adam qoşa kompüterdə et də, səndə olmadığı üçün məndə də olmur. Mən çıxandan sonra yayınıma qoşarsan əhl-i-sünnənin baş bilənlərini, Azərbaycanda bu qaynağı inkar edən bir dənə əhl-i-sünnə varsa mən ona debat edərəm. Kimdə əhl-i-sünnənin baş biləni sizdə? Bizdə demirəm, sizdə deyirəm, sizin din qardaşlarınızda. Biz olmasaq qardaş olmazsa o ayrı bir məsələ. Qaynaq ekrandadır. Keyfivə görə. Onlar bizdən sizə baxan yerdə daha bəridir. Yəni narahat olma o şeydən. Olar, sorun deyil. Yaxşı ki biz varıq ki siz qardaş ola bilirsiniz. Ekrandadır qaynaq. Yaxşı ki siz varsınız ki Allah'a şükür edirik sizin kimi insanlara görə. Deyirəm ki ekrana qoyduğun hədisin. Bax, əvvəla hədis elmi. Qışqırma. Yavaş. Hədis elmində. Yavaş. Hədis elmi vur qoltuq var, cibi. Adam
qoyacaq üstünə. Dedim bu hədis ya da bu hədis saytlarını, Eşidirsən, hədis dost, kitablarını ay dost. aparın, yığışdırın, aparın, tökün. Qulaq asın. Ay dost. Qulaq as, fikrimi tamamlayayım. Tamam. Fikrimi tamamlayayım, ondan sonra sən deyəsən. Sən mənlə bu üslubda danışan bilmirsən. Ya, Hədis kitablarını qoy. mən sənə üslub- bax. Bu üslubda danışan. Ya bu hədis kitablarınızı, dijital qaynaqları, saytları bağlayın, hədis kitablarınızı o aparın. saytı tökün, mən kanalizasiyaya açmamışam. da. O hadis saytı. Ya da gətirin ortaya qaynaq qoyun ki, burada belə deyil, burada belə deyil, burada Dostum, belə hədis deyil. elmin Bunu bilmirsən. Sən Azərbaycanda burada bir dəqiqə qulaq as. İqamət var burada, ölkədə şeyh iqamət nə, onu inkar eləyib, Məncə düşər. eləməyib, mən istəyirəmsə söhbət eləyərəm, amma sən Azərbaycanda bunu Əhlüsünnə adil Əbu Bəkr məscidinin başında duran adamlar belə bunu inkar eləmir. Bitirdin. Varsa alternativini gətir qoy. Deyirəm ki, birincisi, bax, sənin ekrana qoyduğun hədisdir və hədis müzakirəsi eləmək istəyirsənsə, az da olsa onun barəsində məlumat sahibi olmalısan. Əgər deyilsənsə, barəsində danışma. Çünki cahilsən, bilmirsən ki, məsəl üçün ekrana qoyduğun Qışqırma dedim də sən. Mədəniyyətin var idi axı sənin. Mədəniyyətin var idi elə bir sən. Bunun əksi. Sənin elə bir mədəniyyətin var idi axı. Mənim sözümü kəsirsən, ona görə qışqırıram. Mədəniyyətin var idi axı sən. Sizdən fərqli olaraq var. Sözümü kəsmə də. Varsa onda qışqırma da biz qışqırmırıq. Sözümü kəsirsən. Biz qışqırmırıq. Sözümü kəsirsən. Biz qışqırmırıq. Sözümü kəsirsən. Mən deyirəm mədəniyyətin olsa qışqırma. Sizdən fərqli olaraq var. Mən də deyirəm sözümü kəsmə. Növbəti dəfə qışqırsan sənin mədəniyyətsiz olaraq yollayacağam mən yayından da. Ayrılacağam səndən ki, mədəniyyətsizliyi öz izləyicilərimin qulağına keçərsən. Məni mədəniyyətsiz olaraq Yaxşı. yollayırsan yayımdan. Qışqırma. Məni mədəniyyətsiz olaraq neynəsə yayına Deyirəm ki, ya o mikrofonu doğru düzgün tənzimlə, ya işinlə məşğul olur ki, bizim mədəniyyət öyrədirlər. Sözümü kəsirsən, yaxşı ilə qışqırıram ki, işinlə məşğul ol. Mikrofonu sənə görə götürüb qoymuşam o biri başa. 30 dəfə sual verdim. Ayrı vaxtı deyirsiniz, debat elə. Kimlə debat eləyim? Ay qaqaş, alam. Kimlə debat eləyim? Qandıqları bir şey yoxdur. Nəyin debatını eləyəcəm? Nəyin söhbətini eləyəcəm? Məsələn, deyirsiniz. Ayrı vaxtı deyirsiniz, bunu elə, onu elə, bunu elə. Nəyin debatını eləyəcəm? Öyrəşib qabağına çıxan müsəlman, hə, bəli, düzdür, doğru deyirsən, sən çox elmlisən, beləsən, eləsən. Elə müsəlman lazımdır sənə. Cəmaatla ayrı vaxtda az qala basıb yeyirsən cəmaatı. Sən bu üslubda danışanda nə oldu? Şahid oldunuz da qaqaş, neçə dəfə adama sual verdim ki, cavab versin. Adama neçə dəfə sual verərlər ki, cavab vermir. Nə olaraq qardaş, dərdimizi kimə deyək? Debat deyirsiniz, kimlə debat eləyim? Adam bildiyi bir şey yoxdur. Adam mümkün varlıq nədir? Zəruri varlıq nədir? Bu haqda heç nə bilmir. Adam zərrə qədər məlumatı yoxdur.